Biz hazırda Yevlax rayonuna gəlmişik. Baxın, gördüyünüz bu yolla birbaşa Zeynalova Afaq xanımın evinə gedirik. Yevlaxın Tanrı Qulular kəndinə gəlib çatmışıq. Vəfa xanım, baxın, bizim verilişimizə müraciət edən nənənin adı Afaq xanımdır və Afaq xanım bu evdə yaşayır. İnanırıq ki, biz onu nəvəsinə qovuşduracağıq. Mən güman edirəm ki, bax bu nənəni nəvə sevincindən məhrum etməyə imkan verməyəcək və onları qovuşduracaq və çıxış yolu tapıb və bunlar bir yerdə olacaq. Hazırda Afaq xanım, baxın, elə bizi qarşılayır. Mənim oğlumun həyatını dağıdan, bax bu telefonla dağılıb. Mustafayev Rəşad Zülfüqaroğlu həmən burada telefonda mesajı var. Gəlininiz xəyanət elədiyi insan. Ay sağ ol, gəlinim Ayşə Qılman qızı, Samıq rayonu, Çobunavdalı kəndi. Onlar da elə bir yerdə yaşayır ki, zirzəmidə. Xanım, bax bir şey deyim, məhkəmənin qərarı ilə uşaqların kimdə qalması qərarlaşır. Yəni qərarlarda nə var? Yevlax rayonunun hakimi Vəzirxan Məlikov qətnamə əlimizdədir. Uşaqlar hər bir sənədlər toplanıb. Yəni qətnamənin içində dəhşətli şeylər var. Efirdə deyiləsi deyir. Yəni kimsə öz-özünə danışanda lərzə gedir bədəni. Deyir, nə burada İsmail, əlimizdə subut. Qərarda yazılıb ki, uşaqlar Ayşədən alınsın, yəni anasından alınsın, Zeynalov Elnur Məzahir oğlundan verilsin. Dəhşətli faciə. Oğlum siqareti oradan götürəndə görək ki, uşaqlarla bunun arasında bir dənə telefon var. Da işığı gəlir. Aypoç, nənənin telefonunu divayda bir de, mənə oxuduram çöldə. Bir de çərgilində görər, bu bizə aid telefondur. Telefonu sakitcə oğlum götürər, gələr. Deyər, ay da, burada dəhşətli mesaj var. Oğlum gəldim ama telefonu tapmışam. Nə telefon, mən də yorğunarım, sahədən ot gəlmişəm. Telefondan öncə, bax bu gəlinin belə qərib hərəkətləri vardı mı? Yəni 99. ailəsinə qarşı belə soyuqqanlılıq, bax bu hallar var. Hə qızım, dedi, Ayşə bu telefonu sənə kim ver? Dedi, öz şəxsi işimdir. Dedi, o nə deməkdir, şəxsi işim nədir ha? Sən nə danışsan deyəndə dedim, o vurma amandır.